أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم بسم الله الحمد لله والصلاة والسلام على رسول الله رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qavli. Bugünkü mövzu və mövzudakı məqsədi öncədən bəyan edim. Mövzu ondan ibarətdir ki, bir toplumda birisi Allahın dininə dəvət edirsə, təbii ki, dəvətə icabət edənlər olur və olmayanlar olur. Necə ki, bütün peyğəmbərlərin qissəsində, Quran-ı Kərimdə oxuduqda görürsünüz ki, peyğəmbərlərin dəvətinə icabət edənlər olub və etməyənlər olub. İcabət etməyənlər bir kənar. Peyğəmbər sallallahu əleyhi və səlləm dəvətinə icabət etməyən Məkkə müşriklərinə savaşdı və sonda Allah təbaraka və teala Muhammed sallallahu əleyhi və səlləmi onların üzərində, müşriklərin üzərində qalib etdi. Onlar bir kənara. İslam dəvətinə icabət edənlərə vacibdir ki, İslam dəvətinə icabət etdikdən sonra həmin o dəvət ki var, dəvət işində iştirak etmək. Peyğəmbər sallallahu əleyhi və səlləm Məkkədə insanları tövhid dəvətinə çağırdıqda ilk icabət edən insanlar kimlər idi? Əbu Bəkr, Osman, Əli, Ömər, Zübeyir, Bilal, Əmmar və s. Öz zövcəsi Xədicə. Onlar iman etdikdən sonra bütün həyatlarını, hamısını, canlarını və mallarını Peyğəmbər sallallahu əleyhi və səlləmin tövhid dəvətinə vakf etdilər. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləmin dəvəti üçün ömürlərini, canlarını, mallarını xərclədilər. Səbəb niyə? Çünki bunu həm Allah tələb edir, həm din gərəyidir bu, dinin gərəyidir bu. Yəni sən bir şeyə icabət etmisənsə, elə həmən yolda olmalısan, həmən yolda çalışmalısan. Yəni İslam dinində belə deyil. Bir bəldədə, bir küfür bəldəsində bir insan çıxıb İslama dəvət edir və dəvəti dinləyib icabət eləyənlər də kim icabət etdi deyir, çox sağ ol, çıxıb gedib öz işinə məşğul olur. Bu din belə deyil. Kim belə fikirləşirsə, həmən insan nə bu dini, nə də bu dinin dəvətini anlamamışdır. Yəni biz icabət etdik, gerisi sənə qalıb, özün bilərsən. Allah işi və xeyir versin. Bizimki bu qədər. Biz icabət elədik, çox sağ ol. Biz gedək dinimizi yaşayaq. Sən də öz bildiyi belə. Elə deyil. Dəvətə icabət eləyən adam elə dəvətin yanında olmalıdır. Dəvətə kömək olmalıdır. Dəvətə dəstək verməlidir. Peyğəmbər sallallahu əleyhi və səlləm dəvətini tək başına etməyib. Ətrafında olan insanlar Peyğəmbər sallallahu əleyhi və səlləmə dəvət işində yardım ediblər. Allah Rəsulunun dəvətini dünyanın dörd bir yerinə çatdırıblar. Peyğəmbər sallallahu əleyhi və səlləm vəfat edəndən sonra dünyanın dörd bir tərəfinə, şimala, cənuba, şərqə, qərbə, hər yerə bu dəvət aparıblar. Nə ilə aparıblar? Atın belində, dəvənin belində. Heç getdikləri o qövmlərin dillerini də bilməyiblər. Sad bin Əbu Vaqqasın qəbri Çindədir. Məkkə, Mədinə hara, Çin hara. Nə gəzirdi orada? Niyə getmişdi ora? Peyğəmbər sallallahu əleyhi və səlləmin risalətini çatdırmaqdan ötürü. Sahabə qəbirləri var Dərbənddə. Azərbaycana gəliblər. Sahabələr baba Azərbaycana gəliblər. Əbu Əyyub Əl-Ənsarinin qəbri Konstantinopol, indiki İstanbuldadır. Nə gəzirdi orada? 80 neçə yaşında. Şam sahabə qəbri ilə doludur. İndiki Suriya. Hər yerdə sahabə qəbri var. Yüzlərlə sahabənin qəbri var. İndiki Filistin, İsrail, Qüds ərazisi sahabə qəbri ilə doludur ora. Misirdə sahabə qəbirləri var. Mavritaniyada, Şinqitdə sahabə qəbirləri var. Afrikanın ortasındakı Çad dövlətində sahabə qəbirləri var. Efiopiyada sahabə qəbirləri var. İraqda sahabə qəbirləri var. İndi niyə bu yerləri sayıram bir-bir? O coğrafiyana fikirləşin ki, nə qədər ərazi eləyir. Və o dövrün şərtləri ilə. Niyə getmişlər o yerlərə, o torpaqlara? İki səbəblə Allahın dinini iqamə etməkdən ötürü cihad edirdilər və Allahın şəriətini müşriklərə, insanlara çatdırmaqdan ötürü dəvət edirdilər. Peyğəmbər vəfat etdikdən sonra da Peyğəmbərin dəvət işinə xəyanət etmədilər. Ömürlərinin sonlarına qədər ilə həyatlarını o yolda nə etdilər? Xərclədilər. İndi gəlirik bugünə. Bugün insanlar tövhid dəvətinə icabət edəndən sonra nə edirlər? Hara gedirlər? Balaca bir ölkədə yaşayırıq. 10 ildə, 20 ildə müsəlmanlar var ki, iman ediblər.
özünə sual versə ki, 20 ildə Azərbaycanın hansısa bir bölgəsinə İslamı çatdırmaqdan ötürü, dəvətdən ötürü bir günümü vaxtımı ayırıb pulumu xərcləyib getmişəm, yox. İnsan pul qazanmaqdan ötürü özü üçün hər yerə gedir. Bilir ki, hansı ölkədə nəyə gətirsə, kar var. Avropaya da gedir, Rusiyaya da gedir. Hər yerə gedir. Ərəb ölkələrinə gedirlər. Dünya hər yerinə gedirlər. Niyə? Dünyanı əldə etməkdən ötürü. Dininə görə Peyğəmbər sallallahu əleyhi və səlləmin dəvətini çatdırmaqdan ötürü getmək harasa dinin gərəyidir. Əhqaf surəsində demək 29, 30 31 bu ayətlərin üzərindən zikr edəcəm. Burada ibrət var. Bu bir qissədir. Bu qissənin üzərində bu mövzunun bir həm dəlli var, həm burada fayda var, ibrət var ağıl sahibləri üçün. Allah subhanahu wa ta'ala bu ayətlərdə Əhqaf surəsində deyir ki: "Və isarafna ileykə nəfərə minəl cin." Allah subhanahu wa ta'ala deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləmə bir dəstə cini sənə tərəf yönləndirdik. Bir dəstə cini. Yəstəmi'unəl Qur'an. Qur'anı dinlədilər. Fələmmə hədəruhu, həmən o məclisə, Peyğəmbərin zikr məclisinə, Qur'an məclisinə gəlib çatdıqda cinlər qalu ənsitu, dedilər ki, susun. Cində belə ədəb var. Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm məclisinə gələndə bir-birlərinə deyirlər ki, susun. Qalu ənsitu, susun. Fələmmə qudiyə, məclis bitdi, zikr bitdi. Vəlləv ilə qavmihim, qayıtdılar qövmlərinin yanına. Munzirin, artıq iman ediblər. Qövmlərinə qayıtdıqda munzir olaraq qayıdırlar. Yəni qövmlərini şirkdən, küfürdən çəkindirirlər. Dəvətçi kimi qayıdırlar qövmlərinin yanına. Qalu ya qavmənə, və öz qövmlərinə dedilər ki, ey qövmümüz, innə səmi'nə kitabən, biz bir kitab dinlədik. Yəni Quran-ı Kərimi. Unzilə min bə'di Musa, Musadan sonra nazil olmuş. Deməli o cinlər Musa əleyhissalamda tanıyırmış. Musaddiqən limə beynə yədeyhi, özündən öncəkini təsdiqləyən, yəni Tövratı, İncili təsdiqləyən. Yəhdi iləl haqq, haqqa hidayət edən. Və ilə siratın mustaqim, sırat-ı mustaqimə hidayət edən, yəni Quran. Bu şəkildə qövmlərinə xitab edirlər cinlər. Ya qavmənə, və sonra cinlər deyirlər ki, ey qövmümüz, əcibu da'iyallah, Allahın dəvətçisinə icabət edin. Kimdir da'i? Muhammed sallallahu aleyhi ve sellem. İnsanlar iman edirlər, gedirlər qövmlərinə də dəvət çatdırırlar. Onları da iman etdiklərinə dəvət edirlər və dəvətçiyə yönləndirirlər Muhammed sallallahu aleyhi ve sellemə. Ya qavmənə əcibu da'iyallah, Allahın dəvətçisinə icabət edin. Və əminu bihi, iman gətirin ona, yəni Muhammed sallallahu aleyhi ve sellemə. Yəğfir ləkum min zunubikum, beləcə Allah sizin günahlarınızı bağışlasın. Və yucirkum min əzabin əlim, sizi ağrırıcı əzabdan xilas etsin. Bu qissədə olmuş bir hadisədir. Allah subhanahu wa ta'ala bunu öz kitabında bir qissə kimi zikr edir. Bunlar cinlərdilər. Allah subhanahu wa ta'ala insanlar kimi cinləri də tövhidlə, imanla, İslamla mükəlləf edib. Necə ki deyir, وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ, mən cinləri və insanları xəlq etdim ki, yalnız mənə ibadət etsinlər. İnsan nə ilə mükəlləfdirsə, cin də həmən şeylə mükəlləfdir. Və cinlər gəlib Peyğəmbər sallallahu aleyhi ve sellemin məclisində oturub dinləyib, iman etdikdən sonra qövmlərinin yanına qaydanda nə ediblər? Qövmlərinə çatdırıblar iman etdiklərini və sonra qövmlərini Allahın dəvətçisinə yönlədiblər. Əcibu da'iyallah. Bu cinlərin etdiyi nədir? Əməldir və bu nümunəvi əməldir ki, Allah subhanahu wa ta'ala bunu öz kitabında bunu bizə bəyan edib. Aləmlərdə nə baş verir, Allah subhanahu wa ta'ala hamısından xəbərdardır. Və o xəbərdar olduğu hadisələrin, qissələrin, peyğəmbərlərin hadisələrinin içərisindən seçib öz kitabında nə edib? Öz kitabını bu qissələrlə kamil edib. Və hər bir qissədə nəsə bir fayda var. Və bu qissədə də fayda ondan ibarətdir ki,
İman edən insan, tövhüdə iman edən insan gedir öz qövmünə, öz əhlinə, öz nəslinə, öz ailəsinə çatdırır. Və çatdırdıqdan sonra insanları kimə yönləndirir? Allahın dəvətçisinə. Və burada bu cinlərin timsalında, imtisalında insanlara nümunə var. İman edən insan belə etməlidir. İman edən toplum belə etməlidir. Allah subhanahu wa ta'ala bunu burada mədh məqamında zikr edir. Yəni bunu sadəcə elə belə olmuş bir hadisə kimi zikr eləmir. Bunu məzəmmət edib, bu cinləri qınamaq üçün zikr etmir bunu. Bunlar nümunəvi iş, Allahın da onlardan razı qaldığı bir əməli işləyiblər deyə Allah subhanahu wa ta'ala bunu burada nə edir? Bunu burada zikr edir. Bütün peyğəmbərlərin ətrafında havarilər olub. Heç bir peyğəmbər tək başına dəvət aparmayıb. Həmən rəsulu, həmən nəbini öz qövmü ilə dəvət əsnasında Allah subhanahu ta'ala ətrafında həvarilər edib. Və bu onu göstərir ki, rəsul, nəbi nə qədər üstün insan olsa da, insanların içərisində ən kamil kəs olsa da belə, günahdan məsum kəs olsa da belə, Allah tərəfindən qorunan kəs olsa da belə, onun da ətrafında dəvət işində ona kömək etməyə ehtiyacı var. Peyğəmbər sallallahu əleyhi və səlləm qorunur bütün günahlardan, cinlərdən, insanlardan, düşmənlərdən. Allah öz kitabında ona vəd edir ki, qorunursan. Vallahu ya'simuka minən nas. Allah subhanahu wa ta'ala deyir ki, Allah səni insanlardan qoruyacaq. Ya eyyuhar rasul, ey rasul, bəlliğ mə unzilə iləykə min rabbik. Ey rasul, sənə nazil etdiyimi təbliğ et. Və in ləm təf'əl, əgər etməsən, fəmə bəlləqdə risalətəhu, onun risalətini təbliğ etməmiş olacaqsan. Vallahu ya'simuka minən nas. Allah səni insanlardan qoruyacaq. Yəni sən təbliğ et, insanlardan qorxub təbliğat işindən kənara çəkilmə. İnsanlardan qorxursansa Allah səni insanlardan qoruyacaq. İnsanlardan qorunan, günahlardan qorunan, cinlərdən, şeytanlardan qorunan insan belə öz dəvətini tək etməyib. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, İnnə li kulli nəbiyyin həvari. Hər nəbinin, rəsulun həvarisi var. O həvari Zubeyr bin Əvvam. Mənim həvarimsə Zubeyr bin Əvvamdır. Peyğəmbər sallallahu əleyhi və səlləmin Mədinə dəvətində, hicrətindən öncə Mədinəyə göndərdiyi Peyğəmbər sallallahu əleyhi və səlləmin dəvətini Yəsrib əhlinə çatdıran Musab bin Ömeyr var idi. Peyğəmbər sallallahu əleyhi və səlləmin Yəmənə göndərdiyi, insanlara dəvətçi olaraq göndərdiyi Muaz bin Cəbəl var idi. Peyğəmbər sallallahu əleyhi və səlləmin şairləri var idi. Gözəl bəlağətlə İslam dəvətini insanlara çatdıran kəslər var idi. Bu onu göstərir ki, dəvət işi insan peyğəmbər də olsa, rəsul da olsa, nəbi də olsa, dəvətə nə var? Dəvətdə köməkçiyə, yardımçıya ehtiyacı var. Allah subhanahu wa ta'ala Saffat surəsində buyurur ki, Ya eyyuhəl-ləzinə əmənu, ey iman edənlər, kunu ənsarallah, Allahın ənsarları olun. Ənsar, Nasr kəlməsindəndir, köməkçi kəlməsindəndir. Allahın ənsarları olun. Kəmə qalə İsa ibn Məryəm. Necə ki, Məryəmin oğlu İsa dedi ki, lil həvariyyin, həvarilərə. Mən ənsari ilallah. Allahın dininə dəvətdə mənim ənsarlarım kimdir? Sual verdi İsa aleyhissalam öz həvarilərinə. Qaləl həvariyyunə nəhnu ənsarullah. Həvarilər dedilər ki, biz Allahın ənsarıyıq. İsa aleyhissalam. Allah subhanahu wa ta'ala onun yaradılışını belə möcüzə ilə edib. Yəni, tək qadından dünyaya gəlib. Beşikdəykən danışıb. Ölülü dirildib Allahın izni ilə. Və insan, gəlmiş, keçmiş rəsulların içərisində ən çox möcüzələr göstərən bir rəsuldur. Allah subhanahu wa ta'ala onu öldürməyib. İnsanların əlindən alıb, qiyamətdən öncə yenə yer üzərində nazir edəcək. Düşün, nə qədər Allaha yaxın bir kəs, lakin o belə, elə bir rəsul belə, İsa aleyhissalam, ona Allah subhanahu wa ta'ala İncil nazil etmişdi. Elə bir rəsul,
ətrafındakılara deyir ki, Allahın dininə dəvət etməkdən ötürü mənə kömək edəcəksiniz, sual verir. Yəni, insanlardan söz alır ki, kömək edin mən Allahın dininə dəvət etməkdən ötürü. Əgər rəsul belədirsə, bəs sıravi insan, adi bir insan, düşün ki, indiki dövrdə bir insan da Allahın dininə dəvət edir. Heç nəyə ehtiyacı yoxdur. Rəsulların Muhammed, İsa, Musa, İbrahim, Nuh aleyhisselam, bunların belə insanların dəvətdə köməyə ehtiyacı varsa, adi bir insanın nəyə var, nəyə ehtiyacı var dəvətdə? Heç nəyə ehtiyacı yoxdur. Bu Allahın şəriətidir, Allah Subhanahu taalanın kitabıdır. Belə öyrədib bizə. Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnətidir. İslam dəvətinin materialını, yazısını, dərsini, kitabını insanlara yaymaq, həmən o yayılan elm, ləvazimat, dərs, insanların içərisində olduğu müddətcə, insanlar ondan hidayət əldə etdikcə və nə qədər bu dünya durduqca qiyamətə qədər vəsilə olan hər bir kəs orada savab var. İnsan öləndən sonra özündən sonra vakıf edir. Bir insan salih bir övlad qoyub. O salih övlad nə qədər bu dünyada yaşayır, yaxşı işlər görür, valideynə nəyə var? Xeyri var. İnsan özündən sonra bir quyu qoyub gedib. Sünnətdə var bunlar hamısı. Vakf edib, mushaf çap edib. İnsanlar faydalanırlar. Bir mədrəsə tikib, bir məscid tikib. Savabı var insana. İnsan elm qoyubsa, o elm hansı ki ondan insanlar onu öyrəndikcə hidayət olurlar. Qiyamətə qədər. Nə qədər insan gəlib ona əməl etdikcə, birinci başdan kim ki onu qoyubsa və başındaşından sonuncuya qədər zəncildə kimlər varsa, hamısı həmən şeydən savab qazanırlar. Demək, Hafiz Əl-Munziri rahiməhullah Tərğib və Tərhib kitabında deyir ki, və nəsixul ilm ən-nəfi' faydalı elmin nəsix. Nəsix ərəb dilindən tərcümədə kopyalamaq deməkdir. Nüsxə, üzünü çıxartmaq. Misal üçün, kitabdır, yazılırsan, üzünü çıxardırsan. Və nəsixul ilmun nəfi' ləhu əcruhu. Onun nüsxəni çap edib yayan ki, yoxdur. Əcri var. Nə qədər elmdə nə var? İbn Teymiyyə kitab yazıb. İmam Şafinin Risalə kitabı var. İmam Əhmədin Usul-u Sünnə kitabı var. Və s. və ilə axır. Hər hansı bir imamın bir kitabı var. O elmin sahibi odur, yazan. Lakin onun nəsx edən var, üzünü yayan ki, yoxdur. Həmən paydan sənə də düşür. Vəsilə olduğuna görə. Deyir ki, وَنَاسِخُ الْعِلْمُ النَّافِ لَهُ أَجْرُهُ faydalı elmi nəsx edən, yayan, yəni kopyalayıb yayan. Ləhu əcruhu, o elmin sahibinin əcri qədər sənin də əcrin var. Və əcru mən qara'hu, onu oxuyanların əcrindən sənə vardır. Əv nəsəxəhu, səndən sonra, sən çap eləmişsən, sonra sənə çap etdiyindən də kimdə çap edir. Ondan da sənə əcr var. Əv amilə bihi, ona əməl edənlərin hamısının etdiyi əməldən sənə əcr var. Min bə'dihi, özündən sonra. Mə bəqiyə xattuhu və lə'aməl bihi. Xət qaldığı müddətcə və həmən elmə əməl edildiyi müddətcə. Sonsuza qədər, qiyamətə qədər. Allah təbarəkə və teala Nisa surəsində deyir ki, mən yəşfə şəfaətən həsənətən yəkun ləhu nəsibun minhə. Kim yaxşı bir şeyə vasitəsi olursa, həmən vasitəçi olunan şeydən həmən kəsin payı var. Nəyə yaxşı bir şey səbəb olmuşsansa, ondan sənin payın var. Və mən yəşfə şəfaətən seyyiətən, pis bir şeyə vəsilə olan kəsə isə yakun ləhu kiflun minhə, sən həmən şeyin kəfilisən, pis bir şeyin kəfilisən. Bu, bütün qövmlərdə, bütün peyğəmbərlərin dəvətində və sonuncu peyğəmbər Muhammed sallallahu aleyhi ve sellemdən sonra varisləri olan alimlərin din, dəvət yaşayışında belə olub. İnsanlar buna kömək etməklə bunu yayıblar. Və bunun üzərində yardımlaşmaq, bunun üzərində insanların bir-birinə kömək etməsi Allah təbarəkə və teala'nın əmridir. Maidə surəsinin əvvəldə Allah subhanahu və teala deyir ki, وَتَعَوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى salih əməl və təqva üzrə bir-birinizə kömək edin. Təavənu əməkdaşlıq edin, köməkləşin, yardımlaşın.
Və la ta'avanu alal ismi vel udvan. Düşmənçilik və günahlar üzrə bir-birinizə kömək etməyin. Ümmətə vacib olan şey təqva üzrə, salih əməl üzrə yardımlaşmaqdır, bir-birinə kömək etməkdir. Və bu dinin yayılmasının, bu dəvətin yayılmasının fəziləti qədər, üstünlüyü qədər ikinci bir əməl yoxdur. Əgər bir ölkədə bir dəvət varsa, o dəvətdən hamı qidalanır. İstəsə də, istəməsə də. Sadəcə oraya insan qəflətdə olur, onun fərqində olmur. Əgər bir ölkədə bir dəvət varsa, o dəvətdən həm axirət baxımından, həm uxravi yöndən, həm dünyəvi yöndən hamı bəhrələnir. 15 il, 20 il bundan öncə köhnədən olan müsəlmanlar bilirlər. O dövrdəki bu ölkədə olan dəvətin, müsəlmanların halı nə idi? Üzərindən 15-20 il keçib, indi necədir? Fərqini yalnız o zaman yaşayan insanlar bugün bilirlər. O dövrdə yaşayanlar bilmir. O dövr yaşamayan bugünkü İslama tədə gələnlər bilmirlər. 20 il bundan öncə barmaqla sayılan müsəlman var idi. İndi üzərindən 20 il keçib. İndi müsəlmanların halına bax. O dövrdə müsəlman halal ət alıb yeyəcək bir yeri yox idi. Gedib halal bir yerdə yemək yeyəcək bir kəs yox idi. Müsəlmanın başına bir iş gələndə 5-10 adam yox idi ona kömək eləsin. Niyə? Çünki az idi. İslam dəvəti belə bir şeydir ki, insanlar o dəvətin ətrafına yığılanda nəinki axirətlərinə fayda əldə edirlər, dünyalarına da fayda əldə edirlər. Əgər İslam dəvəti var, ona icabət edən toplum var, sən sabah öləndə gəlib sənə bastıran olacaq. Sənin uşağın böyüyür, uşağını tərbiyə edib, İslam tərbiyəsi edib, küfürdən qorumaqdan ötürü bir mədrəsə, bir müdərrisə, müəllimə tapanda tapacaqsan, var. Halal ət almaq istəyirsən, onu da tapacaqsan. Qızı ərə vermək istəyirsən, tapacaqsan adam. Dünya qadarı mal satmaq istəyirsən, müsəlmanın içərisindən ona da müştəri tapacaqsan. Başqa bir çətin iş gələndə sənə gəlib kömək edənlər olacaq. Çox şey saya bilərəm. Hamısının bir dənə səbəbi var. Bir şeyə bağlıdır hamısı. Dəvətin olmasına. Dəvət olmasa bunun heç birisi olmaz. Dəvət olmasa bu ölkədə sənin müsəlman kimi burada yaşamağın belə sənə şəriətdən haram olar. Niyə bir ölkədə hansı ki İslam yaşamaq çətindir, küfür bəldəsidir. Orada müsəlmanların yaşamasının səbəbi nədir? İslam dəvəti. Və sən o dəvətin arasındasan, nəyinə kömək edirsən? Halbuki dəvət bu ölkədə var deyə sən Allah qarşısında zimmətin bəridir. Günahkar olmursan. Qiyamət üçün qeyib Allaha deyə bilərsən ki, mən ona görə falan ölkədə yaşayırdım ki, orada dəvət var idi. Və mən də onun bir qırağından bir əlindən tutmuşdum. Kömək edirdim. Ancaq dəvət yoxdursa bir ölkədə, vacibdir tərk edib edəsən oranı. Hamını şahid olursan, bilirsən birisi başqa bir ölkədən iman edib sənə deyəndə ki, burada heç bir müsəlman yoxdur. Deyirsən, bura yaxşıdır, gəl bura. Niyə bura yaxşıdır? Nətər oldu bu? Yağış yağdı, yerdən çıxdı. Təbii ki, yox. Öz-özün olmayıb. Bu dəvət var, ona görə ki, bu dəvəti edənlər var. Dəvət edən olmasa bu dəvət olmayacaq. Yoxdur. Düşün ki, bir bəldə, küfür bəldəsi, orada bir nəfər insan müşrik qövmə İslamı anladır, iman edirlər insanlar. Zaman keçir, toplum cəmaat əmələ gəlir. Onun o kökünü, əvvəlini başladan ki, yoxdur. O oranı tərk edib çıxıb getsə, həmən yeri çıxıb getsə, başqa bir yerə getsə və yaxud da ölsə, o yerdə qalan cəmaat həmən işi görməsə, onlara haramdır orada yaşamaq. Çünki səbəb oydu orada, yaşamağın səbəbi oydu, dəvət idi. Ona görə yaşayırdılar orada. Əgər dəvət yoxsa sən burada niyə yaşayırsan ki? Şəriətlə icazəli deyil. Şəriətdə hicrət deyilən bir ibadət var. Bir ölkədə İslamı tövhidi izhar edirsən, şirkdən və əhlindən bəraət edirsən, onların batil inancları onların üzünə bəyan edirsən, sonra yaşayırsan. Yox, əgər yoxdursa, tərk eləməlisən. Peyğəmbər sallallahu əleyhi və səlləm 13 il Məkkədə niyə yaşadı? Tövhidi dediyinə görə yaşadı. Niyə hicrət etdi? Artıq həmən dəvət qadağan olundu. O dəvətə icabət edənləri əzdilər, döydülər, öldürdülər, qovdular.
son hədd ki var, son həddə Peyğəmbər tərk etdi sallallahu əleyhi və səlləm Məkkəni. Bir ölkədə tövhid dəvəti var deyə sən burada yaşayırsan. Və bu dəvətdən də əslində sən özün xəbərində olsan da, olmasan da, qəflətdə olsan da, olmasan da, sən bu dəvətdən bəhrələnirsən. Elə bir ağacdır, hamı o ağacın kölgəsindədir. Ağac olmasa nə işin var sənin burada? Ancaq o ağac əkiləndə, sulananda, becəriləndə, budalananda sən də gəlib orada bir çöpü götürüb buradan atasan o tərəfə. Yoxsa bir nəfər ağacı çırpır, meyvə sökülür, hamı yeyir, sonra dalını çevirir, çıxır gedir. Əgər elə olduğu təqdirdə o dəvətin nə olduğunu, nə dərəcədə önəmli bir şey olduğunu, hamının oradan faydalandığını dərk etdiyin halda buna qarşı insan laqeyd olursa, səhlənkar olursa, heç bir onun qayğısında iştirak eləmirsə, deməli sən nankorsan. Allah təbaraka və teala öz kitabında nankora nə müamilə edəcəyini deyir. Hidayəti əlindən alacağını deyir. Allah subhanahu və teala şükr edənə artıracağını deyir. Nankorluq edəndən alacağını deyir. Əgər sən bu dəvətin heç bir yerində yoxsansa, Allah subhanahu və teala'nın sənə bir ehtiyacı yoxdur. Nankorluq edirsən. Allahın sənə verdiyi, o vəsilə etdiyi şeyə qarşı nankorluq edirsən. Və bu iş dəvət işi. Tək dəvətçinin işi deyil. Bir nəfərin, bir dəvətçi var, bitdi, bu danışır. Da özü bilər. Da onu söyürlər, var yoxunu, ölüsünü, dirisini bir dənə. Onu hədəliyirlər bir dənə. Nə bilim, özü bilər. Biz elə dinləyək, öyrənək, çıxaq gedək. İşimizlə, gücümüzlə məşğul olaq. Belə deyil bu din. Əgər kimsə belə düşünürsə, belə fikirləşirsə, sözlə təbii ki, heç kim deməz ki, mən belə düşünürəm, mən belə fikirləşirəm. Ancaq əməllə baxanda dəvət eləyən adam dedi, kör deyil, hamısını görür. Ayırt eləyir. 3 cür insan var. Ya bu dəvətə icabət edib, dəvətə düşmənçilik eləyən adamlar olur. Hansı ki, mane olurlar. Müsəlman da olsa, bilərəkdən, bilməyərəkdən mane olur. Bu adamlar lənətli bir iş görürlər. Bu barədə keçmişdə də dərslər etmişəm ki, İslam dəvətinə mane olmaq, bilərəkdən, bilməyərəkdən lənətli bir əməldir. İkinci, nəysə bacardığı ilə kömək edənlər var. Bunlar da parmağına sayılan adamlardır. Çox az adamlardılar. Dərk edib və nəysə çalışır ki, bacardığını eləsin. Heç nə bacarmayanda da o qarışqa məsələsində İbrahim Aleyhisselamın oduna gətirib biri çöp qoyur, biri gətirir, bir damcı su tökür, nəsə eləyir. Yəni safını bəlli edir də. Allah görür ki, bu nə isə eləyir, bacardığını eləyir. Üçüncü də laqeyd insanlar var. O laqeyd insanların da getdiyi tərəf ki, yoxdur. Onun sonu uçurumdur. Heç vaxt hidayətdə qala bilmədi. Əgər o dəvətin ətrafında heç bir işində iştirak eləmirsə, kömək eləmirsə, həmən toplum heç vaxt o din üzərində sabit qalmaz. Həm də bu toplum Yahudi xislətli toplumdur. Niyə Yahudi xislətli toplumdur? Musa Aleyhisselam Firavunun torpağında, Misirdə dəvət etdi insanları İslama, tövhidə və o bütün möcüzələri gözləri ilə gördülər. Və Musa Firavunun zülmündən o Bənu İsraili götürüb Misiri tərk etdikdə o dənizin yarılmasını da gördülər. Hər şeyi gördülər gözləri ilə. Ancaq gəldilər, elə bir yerə çıxdılar ki, Allah subhanahu wa ta'ala ilk dəfə Musa Aleyhisselamın şərəfinə cihad əmr etdi. Bir şəhər göstərdi ki, öz peyğəmbərinə, qövmünə də gedin orada savaşın. Qövüm çəkildi bir qırağa, Musaya dedi ki, sən ged öz Rəbbimlə orada savaş. Yəni ikiniz gedin savaşın. Biz burada oturub gözləyirik. Orada güclü adamlar var. Biz onlardan qorxuruq. Əgər qalib gəlsəz, onda bizə də xəbər edərsiniz, biz də gələrik. Musanı harada çək qoydular? Həm dəvət meydanında, həm döyüş meydanında. Kim ki dəvətə icabət edib, ancaq dəvətin içərisində heç bir çalışması yoxdursa, Yahudi xislətidir bu. Həmən o Bənu İsrailin xislətidir. Yəni, Musa bilər, Musanın Rəbbi bilər. Gedin özünüz bu işi həll eləyin. Biz iştirak eləmirik. Və bu iş elə bir fəzilətli işdir ki, bunun elə yanında sadəcə olsan, dursan belə, ölsən belə, o sənə kifayətdir. Allah qatında bir fəzilət olaraq. Peyğəmbər sallallahu əleyhi və səlləmin ətrafında olanlar, Peyğəmbər sallallahu əleyhi və səlləmin dəvətinə icabət edib və dəvətinə dəstək olanlar, Allah subhanahu taala onları Quran və sünnətdə cənnətlə müjdələdi, onlardan razı qaldığını bildirdi. Yasin surəsinin əvvəlində məşhur qissa var, oxumusunuz yəqin ki.
Musa Aleyhisselamın 2 həvarisi gəldi. İndiki Antakiya, Hatay, Türkiyədə yerləşir. Dəvət üçün gəldilər ora. Allah Subhanahu taala sonra deyir, üçüncüsü ilə də onları gücləndirdim. Onlar haqqı dedilər və şəhərin bir ucqar yerindən Həbib Nəccar adında təfsirlərdə gəlir. O gəldi, iman etdi və qövmünə dedi ki, düz deyirlər, icabət edin. Qövm də öldürdü onu. Allah Subhanahu taala ayətdə deyir ki, birbaşa cənnətə girdi o adam. Əməli nə idi? İman edəndən sonra o adamın əməli nə qədər oldu ki? Əməli bir də ondan ibarət oldu ki, gəldi, çıxdı qövmünün qabağına, dedi ki, bunların dediyi haqdır. İcabət edin. Necə ki, bu Əhqaf surəsindəki cinlər öz qövmlərinə gedəndə dedilər ki, əcibu daiyallah, Allahın dəvəsinə icabət edin. Həbib Nəccarın gördüyü iş bir dənə bu idi. Dediyi söz bir dənə bu idi. Dəvətçilərə icabət edin, öldürülür, cənnətə girdi. Kəhf surəsindən bilirsiniz. Allah Subhanahu wa Taala deyir ki, bir dəstə gənc qalxdı, haqqı dedi öz qövmünə. Ondan sonra qövmdən qaçdılar, getdilər. Bir mağarada Allah Subhanahu wa Taala deyir ki, 309 il Allah Subhanahu wa Taala onları orada yatızdırdı. Və deyir ki, Allah Subhanahu wa Taala ayətdə, onların itini orada Allah Tebaraka ve Teala qeyd edir. Və kalbuhum basitun zira'ayhi bil vasid. İtləri qapının ağzında əlini açıb yatmışdı. Nə hikməti nədir bunun? Bax, iti orada Allah Subhanahu wa Taala niyə zikr edir? İt. Bunlar qalxıblar, haqqı deyiblər, bu gənclər. Və sonra qövmdən mağaraya qaçıblar. Mağarada Allah Subhanahu taala onları yatızdırıb. Deyir ki, itlər də orada qapının ağzında əli açıq yatmışdı. Onlar öz şirk əhli olan, küfr əhli olan qövmlərinə haqqı deyib və onların qorxusundan hicrət edib mağarada yatan vaxtı it onlarla yollaşlıq edib. İt. Hansı ki, it şəriətdə belə bir sevilən heyvan deyil. İt. Peyğəmbər sallallahu əleyhi və səlləm məsələn qara it deyir ki, şeytandır. Və yaxud da sapıq insanlara Allah itlə misal verir. Xaricilərə Allah Rəsulu deyir ki, kiləbunlər, cəhənnəmin köpəkləri. Bəl'am barəsində Allah Subhanahu wa Taala deyir ki, məsəluhu kəməsəlul kəlb. Onun misalı it misalı kimidir. İt yaxşı bir heyvan deyir şəriətdə. Ancaq burada Allah Subhanahu wa Taala o fəzilət sahibi olan Kəhf surəsindəki insanlar barəsində insanlar dedilər, bu qədər yatıblar, bu qədər yatıblar. Kəhf surəsində ard-arda gəlir ayətlər. Bu gedişatın içərisində deyir ki, itləri də qapının ağzında ayağını açıb yatmışdı. İbn Qeym deyir ki, it pis heyvan olsa da belə və pislərə misal çəkilsə də belə, xaricilərə, bəl'amlara, it suyunuzdan içsə 7 dəfə yuyun. Ancaq salih insanlarla it dostluq eləyəndə Allah iti də orada qeyd eləyir. İti də hörmətləndirir. Haqqı deyən insanların, Allahın tövhidinə dəvət eləyən insanların iti də hörmətlidir Allahın yanında. Bəs insan necə? Allahın dininə dəvət eləyən Rəsulun, Nəbinin, ardıcılları olan alimlərin, Peyğəmbər sallallahu əleyhi və səlləmin dəvət məqamında dayanan dəvətçinin yanında iti belə hörmətli olursa Allahın yanında, baxmayaraq ki, hörmətsiz məxluqdur. Bəs insan necə? İt belə fəzilətlənir. Bu dəvət tövhid dəvəti. Bir dəvətçinin işi deyil. Əgər dəvət varsa, bütün müsəlmanlar ondan faydalanırlar. Həm axirət baxımından faydalanırsan, həm dünya baxımından faydalanırsan. Dəvət sahəsinin içərisində axirəti də qazanırsan, dünyayı da qazanırsan. Bəs həmən dəvət sahəsinin içərisində nə iş görürsən? Nə fayda verirsən? Nə kömək edirsən? Zərər verən insanlar var, laqeyd insanlar var, az da olsa kömək edən insanlar var. Müşrik aləminə baxın, cürə-bəcürə küfür. Qövmlər, qövmçülük, nə bilim, cürə-bəcürə siyasi partiyalar, demokratlar və s. və ilə axır. Yaşayışlarına baxın. Öz küfür inanclarında, küfür yollarında çalışırlar. Hansı ki, onun sonunda heç nə yoxdur. Cənnət yoxdur, əksinə cəhənnəm var. Ancaq müsəlman onun kimi deyil. Bir
kafir çıxıb bir şey danışanda və onun ətrafında olan, lap belə dünyəvi siyasət olsun, bir müxalifətçi bir şey danışanda baxırsan ki, onun danışdığını minlərlə tərəfdaşı, minlərlə partiyadaşı paylaşır, təşviq edir, yayır. Bir küfür bayramları olacaq, hər yerə bayraqlarını bəzəyirlər, yayırlar, bir-bir hər yerə. Ancaq tövhid dəvətini danışan adam danışırsan, sənin o danışdığın ki yoxdur. 5 dənə, 10 dənə adam yayır, qalanların vecinə deyil. Yəni özün gedib o şeyi etmirsən, danışmırsan, əhli deyilsən. Danışan var, deyən var. Onu yaymaq necə, o da çətin şeydir. Müsəlmanların yaşayışına, həyatına fikir verirsən, kartof satan kartofunu paylaşır, maşın satan maşınını paylaşır, telefon satan telefonu paylaşır, telefonunu paylaşır, daş satan daşını, dəmir satan dəmirini. Sən harada yaşayırsan, bura haradır? Və sən dinindən nə paylaşırsan? Dinivi kimə çatdırırsan? Etmirlər. Əksəriyyət etmir. Edən insanların çoxsuna özüm kənardan fikir verirəm. Əksəriyyətə baxdım, bir 5-10 dənə cavan uşaqdır. Hamısı kasıb uşaqdır, işsiz, gücsüz. Ancaq biraz belə işi gücü olan insan, elə insanlar qorxurlar, ehtiyat edirlər. Niyə? Çünki götürüb profilinə qoyacaq filan kəs, dərs. 3 dənə Murziya tanışı var, 5 dənə cərcisi, müştərisi var. 2 dənə xalaoğlusu var, o Qolovnikdir. Nə bilim, və s. və ilə. Görədək ki, bu kimdir belə? Və girib baxanda görədək ki, bu adam əslində danışan dəvətçi bu qövmə xitab edir. Buradan danışır. Buranın Murziyasından danışır, buranın müşrikindən danışır, buranın qəbrinə ibadət eləyənindən danışır, buranın tağutundan danışır. Və bu da artıq özünü tanıtmış olacaq. Nə edir? Götürür bir dənə tapır nəysə rus dilində, türk dilində, bir dənə Kuveytdə, Bəhreyndə, İmaratda, Qatarda bir dəvətçi var, danışır, yaxşı qoyur. Soruşsalar kimdə deyərəm, heç nə qabağıma çıxdı. Baxdım, gördüm yaxşı danışır, ona görə paylaşdım. Ancaq o ora üçün danışır. Bura üçün danışanı sən qoyacaqsan, sən çapığı bəlli eləyəcəksən. Eləmir. Niyə? Qorxur dünyasından. Ancaq ağzından bir dənə misal üçün söz çıxsa, sözü 3 yerə yozmaq istəsə, 50 dənə adam yığışdaq, gəlin bunu 3-cüyə yozaq. Olan içərisində olacaq. Mütləq. Ona yozub pis tərəfə bir fikir ortaya qoyanların yanında olacaq. Ancaq 100 dənə hansı ki ünvanlanan haqq söz var, onu paylaşmağa, onu da kimə çatdırmağa gələndə olmayacaq. Kişilikdir bu. Müsəlmançılıqdır bu. Bu nədir? Bunun adı nədir? Və axirət tərəfi də var bunun. Axirət tərəfi ondan ibarətdir ki, necə ki dünyada qazandığından, yediyindən, içdiyindən, övladından, vaxtından soruşulacaqsan, bu dəvətdən də soruşulacaqsan. Yaşayırdın filan bəldədə, filan əqidədə olan insanlar vardı, sən də filan yerdəydin, nə etdin, neynədin? O dəvətə icabət edənləri də Allah subhanahu wa ta'ala soruşacaq, o dəvəti edəni də soruşacaq. Ola bilsin ki, bugün burada məndən dost kimi görsənsən, orada düşmən kimi ola bilərsən. Niyə Allah təbaraka wa ta'ala məndən soruşduqda ki, nə etdilər bu insanlar? Mən olanı deyəcəm. Kömək edəni, etməyəni, mane olanı. İnsanın dəvət aparanı kimliyi önəmli deyil. Adı da önəmli deyil. Kim olur olsun. Mən olmayayım, başqası olsun. Sabah biz ölüb gələcək, yerimizdə başqaları gələcək. Bu dindir, bu elə belədir. Kimliklər önəmli deyil. Kim olur olsun. Bu iş belədir. Bu işin içərisində yoxsansa, bir ki zərər üzrəsən. Və dinlə münasibətdə, Allahla münasibətdə səmimi adam deyilsən. Əgər bu işdə sən kömək eləmirsənsə. Yəni, baxırsan ki, birinin nəyəsə bir şeyə ehtiyacı var, canfəşanlıq edir insanlar. Pis söyləsində, yaxşıdır. Bir dənə xəstə adam var, gəlin kömək eləyək. Bir dənə adam var, damı uçub. Görədəsən, 500 dənə adam kart paylaşır. Pul yığır o, qardaşın damı uçub. Uçub da damdır, nə var, 2 dənə şifrələr vurarsan, dammayacaq. İşdir də bir müsəlmanın işidir. O önəmli işdir, yoxsa bu dəvət önəmli işdir. Birinin xəstəsi var, o xəstə önəmlidir, bir nəfər öləcək, ya da sağalacaq. O önəmli işdir, yoxsa bu önəmli işdir.
Bacının vəziyyəti pisdir, gəlin kömək eləyək. O bacının vəziyyəti önəmlidir, yoxsa Allahın tövfid dəvəti önəmlidir. Şeytan necə aldadırsa insanlarla oynayırsa, o işə gələndə bir dənə bacıya pul yığmaq lazımdır, bir dənə qardaşa kömək eləmək lazımdır, canfaşanlıq eləyirlər. Ancaq tövfid dəvətinə gəldikdə, həmən canfaşanlıq eləmir. Sapıqlıqdır bu. Həm də dini anlamamaqdır, fəhimsizlikdir. Bu ondan önəmlidir. Bütün müsəlmanlar ölsün, bütün müsəlmanlar heç sağalmasın, bütün müsəlmanlar bəlanın altında qalsın və yaxud da tövfid dəvəti. Bunun ikisini bir şeyə qoy. Hansı ağırdır? Tövfid dəvəti. Əsas budur. Əgər çalışırsansa, canfaşanlıq edirsənsə, bunu elə də. Bu ondan daha qiymətlidir. Sən ona kömək elədin, o da yəni sənə təşəkkür elədi. Allah sənə əcr yazdı buna görə ki, bir kasıba kömək oldun, bir xəstəyə kömək oldun. Bu ondan önəmlidir. Bu Allahın işidir bu. Allahın dəvətidir. Allahın dinidir. Bu ondan mühümdür. Bu ondan yox, bütün aləmlərdən mühümdür. Bu dünyanın içərisində olanlar hər şey məhv olsa belə yenə bu ondan önəmlidir. Əsas budur. Dəvət də bunun üzərindədir. Namaz da bunun üçündür. Cihad da bunun üçündür. Nə ibadət edirsənsə, cəmaat qurursan, o da bunun üçündür. Buna xidmət eləməlidir, din dəvətinə. Həc də buna görədir, ümrə də buna görədir. Dində nə varsa hamısı buna görədir. Bunda yoxsan, başqa 50 dənə yerdə varsan. Əsas budur. Bu zikri ona görə edirəm ki, bu əhəmiyyətini anlasınlar müsəlmanlar. Yaşadığımız bu ölkədə bir özünüzə sual verin ki, mən niyə yaşayıram? Nə işim var mənim? Mən kiməm? Müsəlmanam. Müsəlman burada nə etməlidir? Nə işlə məşğul olmalıdır? Və bu sualları özünə ver, sonra dinlə bunu, cavablarını mən verirəm sənə. Cavabı budur. Bu dəvətin heç bir yerində yoxsansa, nankor insansan. Və aqibətin yaxşı olmayacaq, əmin ol. Və keçmiş tarixə də yaxın 15-20 ilə baxın, kim ki bu dəvətin xeyirli yerində olmayıb, kim ki iman etdikdən sonra bu dində heç bir payı, əməyi, zəhməti olmayıb, aqibətlərini görmürsünüz, görəcəksiniz. Bu belədir, bu iş belədir. Dəyişməzdir, Allah subhanahu wa ta'ala'nın sünnətidir. Subhanakallahumma bihamdika, əşhədu en la ilahe illa ente, estağfiruke və etûbü ileyk.